Şeyxlərdən birinin başına gəlmiş ibrətli qissəni sizlərlə də paylaşmaq istəyirəm. Şeyx bir kəndin məscidinə imam olaraq göndərilmişdi. Kənd sakinləri onu qonaq etmək üçün yarışırdılar. Bu kəndin adətlərindən idi. Elm əhlini sevir, ona hörmət edirdilər. Hətta öz aralarında püşk atardılar. Və hər cümə günü şeyx bunların birinin evinə gedərdi. Bir cümə günü də o məscidə birləşik bir evə qonaq oldu. Ev sahibi onu çox gözəl bir şəkildə qarşıladı. Yemək içməkdən sonra şeyx oradan ayrıldı. Ev sahibinin zövcəsi də onların ardınca qonaq otağını təmizlədi. Qadın süfrənin bir kənarına bəlli miqdarda pul qoyduğunu xatırladı. Pul isə yoxa çıxmışdı. Axtardı, amma tapa bilmədi. Əri məsciddən gəldikdə bunu ona xəbər verdi. Və evi birlikdə dərindən axtardılar. Yenə də pulları tapa bilmədilər. Bugün bizim evimizə kim gəldi deyə fikirləşdilər. Onların evinə bugün şeyxdən başqa heç kim gəlməmişdi. Beşikdəki körpədən savayı uşaqları da yox idi. Yenə də tək günahkar şeyxdir və pulu götürən də odur dedilər. Adam çox qəzəbləndi. Vallahi onu insanlara bəyan edəcəm. Qoy bu əməlinə görə rəzil olsun dedi. Özünü təmiz biri kimi göstərsin. Evimizə gəlsin. Ona ikram edək, sonra malımızı oğurlasın, eləmi? Vallahi ona nə edəcəyimi bilirəm. Salihə olan zövcəsi isə ona dedi ki, olmaz, bunu etmə. Bəlkə də ehtiyacı üzündən buna məcbur olub. Bəlkə də ehtiyacından götürüb pulu. Bunu açığa çıxartma. Məyər Rasulullah sallallahu aleyhi və səlləmin belə buyurduğunu eşitməmisənmi? Kim bir müsəlmanın eybini örtərsə, Allah da qiyamət günündə onun eyblərini örtər. Bunu da Allah yolunda sədəqə olaraq niyyət ilə getsin. Adam zövcəsinin nəsiyyətini haqq bilərək olanları gizlədi. Amma şeyxə qarşı istər-istəməz münasibəti dəyişmişdi. Ondan uzaqlaşmış və üzünə qarşı qəzəbli və soyuq münasibət bəsləyirdi. Bu olanların üzərindən 6 ay keçmişdi və bir gün qonaqlıq növbəsi yenə də bu adama çatdı. Adam hüzünlü, fikirli bir şəkildə evinə döndü. Zövcəsinə şeyxin sabah evlərində qonaq olacağını bildirdi. Necə ola bilər axı? Biz onu necə xoş qarşılaya bilərik axı? O bizə edəcəyini etdi, malımızı oğurladı. Zövcəsi dedi ki, Allah üçün bu məsələni unut. Biz bu məsələni gizləyib örtdük. O malı da Allah yolunda sədəqə olaraq niyyət etdik. Qonaq da Rəhman olan Allahın qonağıdır. Adam tamam dedi. Sonraki gün şeyx gəldi. Oturarkən adam ona dedi ki, ey şeyx, sənə qarşı davranışımın dəyişdiyinin fərqinə varmadın mı? Şeyx, bəli, fərqinə vardım. Amma məşğuliyyətimdən dolayı məsələnin üstünə o qədər də düşmədim dedi. Adam dedi ki, ey şeyx, sənə bir şey deyəcəm, amma Allah üçün doğru söylə. Şeyx, tamam buyur qardaşım dedi. Adam, sən 6 ay öncə bizə gəldikdə zövcəm süfrənin üzərinə bir miqdar pul qoymuşdu. O pul yoxa çıxdı və səndən də başqa bizə heç kim gəlmədi. O pulu sən mi götürdün dedi. Şeyx, bəli, mən götürdüm dedi. Adam bir də həya etmədən mən götürdüm deyirsən. Şeyx, bəli, mən götürdüm deyərək hönkürtü ilə ağlamağa başladı. Və dedi ki, bəli, ey qardaşım, sənin malını mən götürdüm. Pullarının bu masanın üstündəki süfrədə olduğunu gördüm. Pəncərə də açıq idi. Külək vuraraq onları yerə səpələdi. Mən də toplayaraq masanın üzərindəki Quran-ı Kərimin içərisinə qoydum.
və pulları ora qoyduğumu sizə söyləməyi unutdum. Ağlamağım mənə töhmət etdiyin üçün deyil. Vallahi sizin Rəbbinizin kitabını 6 aydır açmadığınıza görə ağlayıram. Bir dəfə də olsun açsaydınız, malınızı orada görərdiniz. Adam Qur'an-ı Kərimi açdıqda pullarını orada olduğunu gördü. Allahu Ekber. Vallahi bu bizim çoxumuzun hal-hazırdakı halımızdır. Bizim Qur'an-ı Kərimlə münasibətimiz eyni ilə budur. Vallahi qardaşlar, qulun Rəbbi ilə münasibəti onun kitabına münasibəti nisbətindədir. Necə ki İbn Qayyim Rəhməhullah deyir ki, əgər istəyirsənsə Rəbbin səninlə danışsın, o zaman Qur'an oxu. Ey Allahın qulu, təəssüf ki sən Rəbbinin kitabını aylarla açmırsan. Demək ki onun səninlə ünsiyyət etməyini istəmirsən. Hətta Qur'anı son olaraq nə zaman oxuduğunu unutmusan. Buyur, de görək. Sənin bu halın haqqında nəql etdiyimiz adamın halı kimi deyilmi? Allah'a and olsun ki bəzi müsəlmanlar Allahın kitabında nələrdən bəhs edilir xəbərsizdirlər. Niyə? Çünki dünya və dünyalıqlardan, boş-boş işlərdən, futbol oynamaqdan vaxt tapa bilmədilər. Dünya elmlərinə yönəldikləri qədər Allahın kitabına yönəlmədilər. Vallahi internet kəsildikdə, WhatsApp, Facebook olmadıqda sıxıntı çəkdiyimiz qədər Rəbbimizin kitabı üçün sıxıntı çəkə bilməz hala gəldik. La ilahə illallah.